Nuranə, hər vaxtınız xeyir olsun. Abşeron rayon Güzdək qəsəbəsi istiqamətindəyik və sənin də vurğuladığın kimi səhər saatlarından etibarən bu ambarda yanğın qeydə alınıb və işçilər tərəfindən müəyyən olunub ki, qısa bir ərazidə baş tutub və daha da şiddətlənib. Şiddətlənməsinin də səbəbi güclü küləyin olmasıdır. Bax, hazırda görürsünüz, tırlar vasitəsilə bura qida ambarı olub iddialara görə və bu tırlar vasitəsilə də zərər görməmiş qidaların ərazidən çıxarılması prosesi həyata keçirilir və bizi daha yaxına icazə vermir polis əməkdaşları, çünki təhlükəsizliyimizin təmin edilməsi istiqamətində işlər görünür. Ancaq sizə bu bağlı olan şlaqbaun deyilir loru dilində və bunun əraziyə keçid olması üçün yanğın söndürənlər tərəfindən qırıldığını da biz müşahidə edirik. Çünki çox güclü olub səhər saatlarından etibarən və arxa hissə hazırda yanır. Yanğın söndürən əməkdaşlar da hazırda ərazidədir. Təxmini mən burada 6 yanğın söndürən avtomobili müşahidə edirəm. Yəqin ki, arxa tərəfdə də onların sayı çoxdur və yanğının söndürülməsi istiqamətində işlərini davam etdirirlər. Qeyd etmək istəyirəm ki, içərisində qida məhsulları olduğuna görə yanğının daha da çox alışması, eyni zamanda güclü küləyin əsliyi də yanğının daha çox əraziyə ötürülməsini müşahidə edirik və qeyd eləmək istəyirəm ki, yanğın söndürən əməkdaşlar tərəfindən tez bir zamanda qarşısının alınması gözlənilir. Ancaq hələ ki, səhər saat təxmini olaraq 9 radələrindən başlayan yanğın davam eləyir və aldığımız hələlik ki, rəsmi informasiyalar yoxdur. Biz də gözləyirik ki, içəridəki proses biraz lokallaşdırılsın və ondan sonra bizə rəsmi informasiyalar təqdim olunsun. Amma ərazidə olan burada yaşayan sakinlər var ki, yaxınlıqda yaşayanlar, onlarla biraz həmsöhbət olduq. Onlar qeyd elədilər ki, səhər saatlarında bəzi işçilər burada olublar və həmin işçilər müşahidə ediblər ki, artıq yanğın başlayır və şiddətlənir. Şiddətləndiyi təqdirdə də yanğın söndürən əməkdaşlarına Qaynar Xəttə Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər və həmin müraciət əsasında bir daha xatırladıram ki, baxın, içəridən çox güman ki, həmin işçilərdir, orada işləyən işçilər və onların təhlükəsizliyi təmin olunsun deyə ərazidən çıxarılırlar onlar polis əməkdaşları tərəfindən. Bəli, bir daha xatırladıram, Abşeron rayon Güzdək qəsəbəsi istiqamətindəyik və burada qida ambarında səhər saatlarından etibarən yanğın başlayıb və yanğını buradakı işçilər müşahidə eləyiblər. Onlar dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına xəbərdarlıq eləyiblər və səhər saatlarından etibarən FEHİN tərəfindən yanğının söndürülməsi istiqamətində işlər aparılır. Ancaq güclü külək nəticəsində ərazisi genişlənir yanğının və biz bayaq canlı vasitəsilə sizə göstərdik böyük tır yük maşınları ilə qalmış qidaların, zərər görməmiş qidaların ərazidən çıxarıldığının da şahidi olduq. Hələ ki, rəsmi informasiyaları yoxdur. Biz də media nümayəndələrlə birlikdə buradayıq və izləmədə olacağıq. Yanğının söndürülməsi istiqamətində və ümumi rəsmi məlumatı necədir, necə hadisə qeydə alınıb, nə qədər ərazi yanğın görüb və hətta ambarın artıq digər hissəsi ümumiyyətlə yanıb, dəmir konstruksiyalar da ərimiş vəziyyətdədir. Bu tərəfdə isə içərisində hələ də yanğının davam etdiyini müşahidə edirik. Hətta iddialara görə arxa tərəfdə ümumiyyətlə alovlanmış vəziyyətdə davam edir. Çatdıracağım informasiyalar və göstərəcəyimiz kadrlar Nuranə hələlik bundan ibarətdir. Sözü yenidən sən ötürürəm.